2, 1. Əziz Azərbaycan köylüləri, hər birinizi salamlayırıq. Bugün Azərbaycan Köylü Təşkilatları İttifaqı olaraq tamamilə fərqli bir layihə ilə sizi qarşılayırıq. Söhbətçil başlayır. Bu layihə çərçivəsində məşhurlar, sənət adamları, eyni zamanda incəsənət simaları, köylülərimizlə bir araya gələcək və biz birlikdə səmimi, motivasiya edici, eyni zamanda biraz da əyləncəli söhbət aparacağıq. Layihəmizin ilk qonaqları öz zarafatları ilə hər birimizin sevimlisinə çevrilən Azərbaycan Respublikasının əməkdar artistləri Rafael İskəndərov və Coşqun Rəhimovdur. Hazırsınız? O zaman gəlin başlayırıq. Böyle çəkilişimiz oldu. Öz milli dəyərlərimizi qoruyur. Biz Avropaya, biz ümumiyyətlə ölkə daxilində çıxanda nəyimizi təqdim edirik? Öz Azərbaycanlığımızı. Bizim Azərbaycanlı olmağımız vacibdir. Bu gənclər Azərbaycanın gələcəyi. Gəncliyinizin qədrini bilin, gəncliyinizin qədrini bilin, bundan yaxşı mənada istifadə edin və yorulmaq nədir bilməyin, çünki biz də sizin yaşınızda yorulmamışıq. Gözəl məsəl var, deyir, kaş ki gənclik biləydi və kaş ki qocalıq bacarıydı. Mən rahatım, məndən hamı görsənəcək.